Salam, bugünkü dərsimiz köməkçi nitq hissələrinə daxil olan qoşma haqqında olacaq. Amma qoşmaya keçməzdən əvvəl istəyirəm ki, bir dənə nitq hissələrini ümumi şəkildə nəzər salaq. Bizim deməli uşaqlar 11 nitq hissəmiz var idi. Bunlardan 6-sı əsas idi. 5 dənəsi isə köməkçi nitq hissəsi idi. Əsas və köməkçi nitq hissələrinin bir-birindən fərqli xüsusiyyətləri var idi. Fərqli xüsusiyyəti nə idi? Baxın, əsas nitq hissələrinin həm leksik, həm də qrammatik mənası olurdu. Leksik və qrammatik məna haqqında leksika bölməsində geniş şəkildə izah vermişəm. Video izah kanalda mövcuddur. İstədiyiniz vaxt daxil olub baxa bilərsiniz. Sonra cümlə üzvü ola bilirdi, suala cavab verirdi əsas nitq hissələri, söz yaradıcılığında istifadə edə bilirdik. Quruluş üç yeri ayrılırdı: sadə, düzəltmə və mürəkkəb ola bilirdi. Köməkçi nitq hissələrində isə yalnız nə var idi? Qrammatik məna var idi. Quruluşda da bu iki cür olurdu. Ya sadə ola bilər, ya mürəkkəb ola bilər, ya da sadə və mürəkkəb ola bilirdi. Yəni düzəltməsi yoxdur bunun. Leksik mənası olmurdu. Suala cavab verib cümlə üzvü ola bilmirdi. Söz yaradıcını istifadə etmək bunu mümkün deyil, alınmır. Deməli, ayrılıqda heç bir məna bildirmir, amma əsas nitq hissələri ayrılıqda məna bildirir. Müstəqil şəkildə istifadə etmək olur onları. Bu da oldu bunların bir yada salması, təkrarı. Keçək qoşma haqqında danışım. Qoşma nədir uşaqlar? Qoşma ismin adlıq, yiyəlik, yönlü və çıxışı qallarında olan sözlərə qoşularaq müəyyən mənaçaları əmələ gətirən köməkçi nitq hissəsidir. Qoşmalar ismin yerlik və təsirlik halına qoşula bilmir. Siz artıq bunu bilirsiniz isim dərsindən. Bu iki dənə halına qoşula bilməyəcək. Yerlik halına da müəyyən yerlik halına qoşula bilir əlbəttə ki. Ayrılıqda heç bir mənası olmur. Yalnız gərək ismin hal şəkilsi qəbul etmiş sözlərə qoşulsun ki, ondan sonra bir məna əmələ gətirə bilsin. Gəlin biraz da geniş danışaq. Qoşmalar quruluşu yalnız sadə olacaq. Digər nitq hissələrinə fərqli olaraq uşaqlar bu. Deməli, qoşuluq sözlərinə bir yerdə cümlə üzvü olacaq. Amma mən bayaqlara dedim ki, köməkçi nitq hissələri cümlə üzvü ola bilmir. Bax, görürsünüz, bu onun fərqidir. Sənin kimilər çoxdur. Çoxdur. Nə? Sənin kimilər. Bax, gördüyünüz kimi nə sualına cavab verdi və cümlə üzvü oldu. Qoşulduğu sözdən bir yerdə. Ayrılıqda cümlə üzvü ola bilmir. Ayrılıqda heç bir məna bildirmir. Bütün bunlar sənə aiddir. Nədir? Sənə aiddir. Bax, görürsünüz, suala cavab verdi, cümlə üzvü oldu. Eyni zamanda digər köməkçi nitq hissələrinə fərqli olaraq cəm, mənsubiyyət, hal və xəbəri şəkilsini qəbul etmiş olur. Bax, gördüyünüz kimi burada dil şəkilsini qəbul edib, burada cəm şəkilsini qəbul edib, şəxs xəbəri şəkilsi də deyir. Ondan sonra baxın, burada sözüm sənin kimilərədir. Cəm şəkilsi, yönlük hal şəkilsi və şəxs xəbəri şəkilsini qəbul edib. Gördüyünüz kimi budur. Sonra təsriflənən feillərə və feili bağlamaları qoşula bilməyəcək. İsmi xəbəri ola bilsə də feili xəbəri ola bilmir. Çünki təsriflənən feillərə qoşula bilmir. Sonra tək, dək, cacə, cancən qoşmaları sözə bitişik yazılacaq. Eyni zamanda qoşmaların orfoqrafiyası haqqında sizə başqa məlumatlar da verim. Deməli, o qoşmalar bitişik yazıldı. Yerdə qalan iki hecalı qoşmalarımız ayrı yazılmış olacaq. İlə qoşması isə digərlərinə fərqli olaraq həm bitişik yazıla bilir, həm də ayrı yazıla bilir. Çünki ilə qoşmasının uşaqlar şəkilçiləşmiş variantı lalə var. Lalə. Ona görə deyirik ki, bu həm bitişik, həm də ki, ayrı yazıla bilir. Bu, deməli, saitlə bitən sözlərdə yınan şəklində tələffüz edilir. Yınan, yinən şəklində. Y burada bitişdiricidir. Samitlə bitən sözlərdə isə nandən şəklində tələffüz edilmiş olacaq. Sonra, üçün qoşması var. Bu haqda da danışaq. Üçün qoşması ayrı yazılacaq, əlbəttə ki, istisnasız. Ondan sonra üçün qoşması samitlə bitən sözlərdə çün şəklində yazılır. Çün şəklində yazılır. Amma saitlə bitən sözlərdə çün şəklində yazılmış olacaq. Saitlə bitən sözlərdə biz saitlə bitən sözlərdə deməli y bitişdiricisindən istifadə etmiş oluruq. Gəlin bir nəzər salaq. Bunlara bir söz üzərində göstərim sizə. Deyirəm ki,
anası üçün hədiyyə aldı. Hədiyyə aldı. İndi biz bunu yazacağıq bu şəkildə, bitişik tələffüzdə. Yazılışın işimiz yoxdur. Anası üçün. Bax, görürsünüz, bu şəkildə yazılmış olacaq. Eyni zamanda samitlə olanda da orfoqrafiyasında ayrı yazsaq da tələffüzünə bitişik yazmış olacağıq. Həmçinin lalə də eynən bu şəkildə olur. Gəlin bir dənə də ona cümlə yazaq, sizə lap aydın olsun, qaranlıq qalmasın. Buna silək. Yazaq ki, bura. Gəlin saitlə aid olana yazaq. Atası ilə gəldi yazaq. Tələffüzdə necə olacaq? Tələffüzdə atası ilə gəldi şəklində olur uşaqlar. Gəlin yazaq. Atası ilə gəldi şəklində. Bu da oldu uşaqlar bunun tələffüzü. Gördüyünüz kimi Y bitişdirsin istifadə etmiş oldum. Bu da oldu qoşmanın orfoqrafiyası, orfepiyası haqqında qısa bir məlumat. Sonra keçək digər onun məna çalarlarına. Qoşma deməli qeyd elədim ki, adlıq və müəyyən yeri kənar qoşula bilir. Bu zaman müəyyən məna əmələ gətirəcək. Qədər kimi tək-təki, cacə qoşmasına qoşulanda, daha doğrusu halına qoşulanda bunlar, bu qoşmalar bənzətmə mənası əmələ gətirmiş olur. Sənin kimi dərslərimi yaxşı oxumaq istəyirəm. Gördünüzmü? Bənzətmə mənası əmələ gətirmiş oldum. Sonra, üçün naminə, səbəb, məqsəd, məzmunu əmələ gətirmiş olur. Sənin üçün bunları etdim. Gördüyünüz kimi burada səbəb, məqsəd, məzmunu əmələ gətirmiş olduq. İlə lalə haqqında artıq danışdıq. Bu, deməli, birgəlik vasitə mənası əmələ gətirəcək, bəzən də cacə qoşması. Sonra haqda, haqqında, barəsində, barədə qoşması, bu halla olan sözlərə qoşulanda aidlik və məxsusluq əmələ gətirəcək. Məsələn, sənin haqqında bu fikirləri eşitmişəm. Gördüyünüz kimi aidlik, məxsusluq əmələ gətirmiş oldu. Həmçinin əvəzən və üzrə qoşmalarımız da var. Elə onları da bura aid edə bilərik. Sonra yönlük hala qoşulan qoşmalarımız haqqında məlumat verim. Deməli, yönlük halı sözlərə qoşulan qoşmalarımız bu mənaları əmələ gətirəcək. Qədər, kimi, dək, canca, məsafə məzmunu əmələ gətirəcək. Məsələn, evə qədər piyada getdik. Və gördüyünüz kimi burada məsafə məzmunu əmələ gətirir. Məsafə buradadır, diqqətli olun. Sonra istiqamət və yön gətirəcək. Bu məzmunu əmələ gətirəcək. Tərəf, doğru, qarşı, sarı. Məsələn, evə tərəf getdik. Burada artıq istiqamət, yön məzmunu bildirdi. Bunları qarışdırmayın. Aid, dair, məxsus, xas qoşmaları aidlik, məxsusluq bildirəcək. Sənə aid demək olar ki, məqalə çap edildi. Görürsünüzmü? Burada aidlik, məxsusluq əmələ gətirdi. Əsasən görə səbəb, məqsəd, istinad məzmunu yaradacaq. Çıxışı qala qoşulan qoşmalarımız var. Deməli, çıxışı qaldı olan sözlərə qoşulan qoşmalarımız zaman məzmunu, fərqlənmə, səbəb, məqsəd məzmunu yaratmış olur. Sonra, bəri, əvvəl, qabaq, qeyri, başqa, savayı, ayrı, özgə, əlavə. Bunlar zaman, bu isə fərqlənmə məzmunu əmələ gətirəcək. Ötürü səbəb və məqsəd məzmunu əmələ gətirmiş olur. Bunların həmçinin sinonimliyi var. Sinonimliyində deməli, hansı qrupa aiddirlərsə, onlar bir-birləri ilə rahat şəkildə əvəzlənə bilirlər. Məsələn, qədər, kimi, tək-təki, cacə, bənzətmə məzmun əmələ gətirir. Cümlə daxilində bunları siz nə edəcəksiniz? Əvəzləyə biləcəksiniz. Yəni, sinonimliyi rahatdır. Sonra qədər, kimi, dək, canca, məsafə məzmun əmələ gətirir. Cümlə daxilində siz bunları bir-birləri ilə əvəzləyə bilərsiniz. Bu da oldu qoşmaların sinonimliyi. Amma qoşmalardan sonra və bəridir ki, bunlar yalnız cümlə daxilində bir-birlərini əvəz edə bilirlər. Ayrılıqda sinonimlik yaratmış olmurlar. Amma əvvəl qabaq ayrılıqda sinonimlik yarada bilir. Məsələn, deyirəm ki, səndən bəri mənim üzüm bir daha gülmədi. Səndən sonra mənim üzüm bir daha gülmədi. Və gördüyünüz kimi cümlə daxilində mən nə etdim? Burada bir-birlərini əvəz edə bildim. Sinonimlik yaratdı. Səndən bəri, səndən sonra. Yalnız cümlə daxilində əmələ gətirir. Sonra.
Aha. Ondan sonra bu da oldu bunun sinonimliyi. Amonimliyi haqqında sizə məlumat verim. İndi keçək amonimliyi haqqında danışaq. Qoşmaların da digər nitq hissələrindən həm əsas, həm də köməkçi nitq hissələrindən amonimliyi olur. Məsələn, baxaq qədər qoşmasına. Qədər qoşmasının amonimliyi isimlə olacaq. Tale mənasında. Onun qədəri gətirmədi. Yəni taleyi, bəxti gətirmədi mənasında. Və görürsünüz, amonimlik yaratdı. Sonra bu kimi qoşmasından diqqətli olun. Dedim ki, qoşmalar quruluşca sadə olur. Başlanğıc forması da budur. Deməli, bu amonim olacaq qeyri-müəyyən əvəzliklə. Məsələn, sual olaraq deyəcəksiniz ki, ay müəllim, axı sual əvəzliyində də biz bunu görmüşük. Amma fərqi var uşaqlar. Sual əvəzliyində olan kimi sadədir. Bunun başlanğıc forması kimdir? İ burada qrammatik şəkilçidir, kökü də kimdir. Ona görə deməli, kim olduğuna görə, bu da kimidir axı. Bunun başlanğıc forması kimidir axı. Yazılışlar eyni olmadı. Amonim olanda nə demişdik? Yazılışı və deyilişi, vurğusu, başlanğıc forması eyni olan sözlər. Burada fərqləndi. Gördüyünüz kimi. Ona görə sual əvəzindən deyil də, qeyri-müəyyən əvəzliyini amonimli yaratmış olur. Qeyri-müəyyən əvəzliyindəki i düzəltmədir uşaqlar. Leksik şəkilçidir. Bunun başlanğıc formasına da bilirsiniz ki, artıq başlanğıc formaya nə daxildir? Leksik şəkilçilər daxildir, qrammatik şəkilçilər daxil deyil. Bunların başlanğıc forması bir-birinə uyğun gəldiyinə görə deyirəm ki, bəli, bu ikisi amonimlik yaratmış olur. Ondan sonra uşaqlar, baxaq görək başqa hansı var burada. Bəri qoşması haqqında danışın. Bunun amonimliyi haqqında sizə məlumat verim. Deməli, bəri qoşması zərflə amonimliyi yaradır, amma yer zərfi ilə. Yer zərfinin amonimliyi yaradır. Qoşmada isə zaman məzmunu bildirir. Görürsünüzmü? Bunu nəzərdə saxlayın, yadda saxlayın bunu. Düşür testlərə. Ondan sonra baxaq burada tək qoşmasının, məsələn, bunun amonimliyi daha çoxdur, tək qoşmasının. Sifətlə amonim olur, zərflə amonim olur qoşmamız. Ondan sonra ədatdan amonim olur. Necə fərqləndirəcəyik? Məsələn, deyirəm ki, tək sənə güvənirəm. Yəni, yalnız sənə güvənirəm. Məhdudlaşdırma məzmunu yaratdıq, daraltdıq, ədatdır. Yalnızdan əvəz edə bildim. Sonra zərf ola biləcək. Məsələn, deyirəm ki, o tək qalmışdı. Necə, nə cür, nə vəziyyətdir? Görürsünüz, müstəqil istifadə elədim, ayrı yazıldı, zərf oldu. Sonra deyirəm ki, tək əldən səs çıxmaz. Görürsünüz, sifət oldu. Ondan sonra isim gəldi, ağırlıqda işləndi, bitişmədi. Amma tək bilirsiniz ki, qoşma olanda bitişik yazılır. Ayrı yazılmış olmayacaq və bənzətmə məzmunu əmələ gətirəcək. Amonimlikdən məncə bu qədər kifayətdir. Bir də onu deyim ki, qoşmalar, mən dedim ki, köməkçi nitq hissələri söz yaradıcılığında istifadə edilmir, amma qoşmalar söz yaradıcılığında istifadə edilə bilir. Məsələn, xas qoşmasından xasiyyət, aid qoşmasından aidlik ismi yarana bilir. Bunu da yadda saxlayın. Yəni, bu istisna məqamıdır, tez-tez qarşınıza çıxmayacaq. Sadəcə bəzi məqamlarda, belə hallarda olur. Ondan sonra, burada deməli, qeydlər qoymuşam. Biraz üzərində deməli, izah eləyəcəm. Amonimlikləri var. Burada cacə qoşması haqqında məlumat yerləşdirmişəm. Gəlin baxaq. Yol boyunca söyüdlər düzülmüşdü. Mən bunu ilə ilə əvəz eləyə bilirəmsə, deməli qoşmada. Yol boyu ilə, bax görürsünüz, əvəz eləyə bildim qoşmada. Çünki cacə və ilə bir-birinə sinonimdir. Rahat şəkildə bir-birlərini cümlə daxilində, hətta ayrılıqda belə əvəz eləyə bilirlər. Yaxşıca dincəldik. Yaxşı dincəldik. Baxın, bu ədatdır. Hardan bildim? Çünki ixtisar eləyə bilirəm də uşaqlar. Ədatları cümlədən çıxartmaq olur. Cümlənin məzmununda bir qədər zəifləmə baş verir. Məzmuna başqa bir xələl gəlmiş olmur. Yəni, ədatsız istifadə eləyə bilərəm. Yaxşı dincəldik. Görürsünüz, məzmunsuzluq əmələ gəlmədi. İxtisar eləyə bildim. Deməli, bu ədatdır. Amma mən qoşmanı ixtisar eləyə bilmərəm. Bir də siz bu cacəni harada görmüsünüz? Zərfdə. Baxın, bu zərf düzəldən leksik şəkilçidir eyni zamanda. Bu, deməli, zərf olanda uşaqlar dil bildirən sözlərin üzərinə artırılacaq. Məsələn, rusca, almanca və s. və ilaxır. Dil bildirən sözlərin üzərinə artırılır və zərf düzəltmiş olur. Sonra uşaqlar, əsasən qoşması var, bir də əsasən modal sözü var. Bunları necə fərqləndirmək olar? Çox bəsit.
Biz qoşma haqqında nə dedik? İsmin müəyyən hallarında olan sözlərə qoşularaq müəyyən məna əmələ gətirmiş olur. Ondan əvvəl baxın görün yönlük şəkilçisi varmı? Çünki bu yönlük qoşulan bir deməli qoşmadır. Baxın, deyilənlərə əsasən, baxın, yönlük hallı sözə qoşulub, deməli bu qoşmadır. İsim əsasən cümlədə mübtəda və tamamlıq olur. Və əsasendən əvvələ baxın da. Yönlük hallı hər hansı bir söz görürsünüzmü? Xeyr, görmürük. Deməli bu nədir? Modal sözdür. Bu qədər bəsit, rahat. Bacımla qardaşım gəldilər. Bacımla qardaşım gəldi. Sən çıxdın qarşıma duzla çörəklə, bağından dərdiyin güllə çiçəyinə. Süleyman Rüstəmin Təbrizim şeirindən bir nümunədir. Onun 2 misrasını istifadə eləmişəm. Gəlin baxaq. Bunlardan hansı qoşmadır, hansı bağlayıcıdır? Çünki ilə bağlayıcıda da var uşaqlar. Biz bunları necə fərqləndirəcəyik, hə? Gəlin baxaq. Bacımla qardaşım gəldilər. Bacımla qardaşım gəldi. Mən və bağlayıcısından da istifadə edə bilərəm. Bu mənim köməyimə çatmayanda gedirəm, baxıram xəbərə. Xəbərim cəmdirsə bağlayıcıdır. Nə etdilər? Gəldilər. Kim? Bacım və qardaşım. Mənim xəbərim cəmdədir, bağlayıcıdır. Həmcins üzvlər var. Eyni suala cavab verən, eyni cümlə üzvü ilə bağlı olan sözlərə həmcins üzvlər deyirlər uşaqlar. İnşallah sintaksiz bölməsində keçəcəyik. Bacımla qardaşım gəldi. Nə etdi? Gəldi. Kim gəldi? Kim gəldi? Qardaşım. Qardaşım kimi ilə gəldi? Bacımla gəldi. Bax, görürsünüz? Burada mənim deməli xəbərim təkdir. Mən bilirəm ki, bu qoşmadır. Bir nəfərdən söhbət gedir də. Ona görə mən buradan bilirəm ki, burada qoşmadan istifadə edilib. Bağlayıcı olsaydı mənim xəbərim cəm olardı. 2 nəfərdən söhbət getmiş olardı. Amma qoşma olduğuna görə xəbərim təkdir və bir nəfərdən söhbət gedir. Bunu yadda saxlayın, testdə görəcəksiniz bu məqamları. Yadda saxlayın. Əgər xəbərim cəmdirsə bağlayıcıdır, əgər xəbərim təkdirsə qoşmadır. Sonra, sadalama varsa uşaqlar qoşmadır. Sən çıxdın qarşıma duzla çörəklə, bağından dərdiyin güllə çiçəklə. Qoşmanın sualı var uşaqlar. Kim ilə? Nə ilə? Sualına cavab verirsə qoşmadır. Sən qarşıma nə ilə çıxdın? Duzla, çörəklə. Cümlə üzvü oldu. Güllə, çiçəklə. Görürsünüzmü? Tamamlıq oldu. Sadalama varsa qoşmadır. Sonra, deməli, siləyim, nə də qalsın. Əgər qoşmadan sonra sifət gəlirsə uşaqlar, qoşmadan sonra sifət gələndə zərflik olur, cümlə üzvü olaraq. Qoşmadan sonra fe'l gələndə yenə cümlə üzvü olaraq zərflik olacaq. Sənin kimi savadlıdır. Görürsünüz, sifət gəlib, zərflik oldu, cümlə üzvü olaraq. Necə, nə cür savadlıdır? Sənin kimi. Sənin kimi danışır. Nedir danışır? Necə, nə cür danışır? Sənin kimi. Zərflik oldu. Sonra isim gələrsə cümlədə təyin olacaq. Sənin kimi həkimdir. Nədir? Həkimdir. Deməli, kimdir daha doğrusu? Kimdir? Həkimdir. Necə həkimdir? Sənin kimi. Və görürsünüzmü? Burada təyin oldu. Çünki kimidən sonra isim gəldi. İsim gələndə cümlə üzvü olaraq təyin olur. Bunu da yaxşı yadda saxlayın. Ümid edirəm ki, dərs sizə aydın oldu. Əlimdən gəldiyi qədər sadə şəkildə danışmağa çalışdım. Sağ olun.